Salam, keyf əhvalınız yoldaşlar, hal əhvalınız necədir? Bu gözəl kənd mənzərə ki görürsüz, Gülşənabaddır. Gülşənabad Timadaş bəxşində Şəhristanı Bostanabadda və Dehistanı Səhəndabadda vaqe olubdur. Bizim təqribən axır kəndlərizdəndir bu məsirdə, Səhəndabad tərəfində. Bu tərəfdən Sarıgüneydir, Abdardır, Çiçəklidir və bu tərəfdən də ki koldan yapışıbdır Səhənd dağına. Gülşənabada istəyəsiz gedəsiz hududan 60 km Bostanabad və Timadaşdan fasiləsi vardı. Müntamının 40 kilometrin asfaltına gedəsiz ta Qərəçayacan, Qərəçayacaliyacan. Ondan sonrası qəblən asfaltıdır da, indi kamil təxrib olubdur ta Xaçıyacan. Ondan sonra da ki da kamilən xakidir. Gülşənabadlılar əksərən Bostanabadda, Təbrizdə, Tehranda, çoxu Bostanabadda yaşayırlar. Elə o biri kəndlərimizlə bərabər elə İran Xollu nöqtəsindədir, harda görsən Gülşənabadda vardır da. Əksər əhli olar ki, yayda qeydərlər, kətdəyənə damdarlıq elərlər. Xolluda burada süd toldular, ət toludular. Hududan odur keçibmişəm 3 ton ilə 4 tonacan gündə burada süd toldular. Münasibət bu təbiət və gözəl məratib ki görürsünüz. Gülşənabadın əsli müşkülü bu yoludur. Xüsusən Xaçıtam tərəfə girətdə olursan gəlsən, hangi Gülşənabadlı ilə danışmışıq, deyiblər bizim əvvəl yolumuzu həll eləsinlər, ondan sonra biz ayrı bir şey istəmirik. Hududun 40 ev yayda sakin olar, hududu 40 təqribidir da ittilatım. Müntəhada qışda Gülşənabadda sakin yoxumuzdur. Yollar üçün daimən bağlı olar, açsan olmaz, çox səbəb olur. Yollar var, ona xatir yollarda bağlı olmağına xatir qışda sakin olmaz. Təşəkkür edirəm Ay Məhəmməd Paşaydan, əziz dostum, Gənckardalı Timadaş məntəqəsində hamı tanıyar. Bu filmlər, əksilər yolladı mənə. İnşallah gün olar, yollar münasib olar, məndə də hövsələ və fürsət və fərağət olar. Gedərəm yaxından Gülşənabadın tərifini çox eşitmişəm. Yaxından filmin götürürəm. Sağ qalın, səlamət yaşayın, var olasınız, səlamət yaşayasınız.